Ki, bu bizim yaxın 2 saatımız, çox uzatmadı. 2 saat yəqin ki bitirəcəyik. Mən belə təklif edirəm başlayaq. Mən qısa olaraq layihə, onun məqsədi və bizim 2 günlük ekspert müzakirələrinin yekunu barədə qeyd edib. Məndən sonra Kobiyanın nümayəndəsi çıxış eləsin, daha sonra isə artıq bizdə Azəri Gold ənənəvi təqdimat edəcək, onun arxasında isə nar təqdimat edəcək. Mən hər iki təqdimatçımızdan xahiş eləmişəm. Və güman edirəm ki, məktəbdə Kobiyadan qeyd etmişdim. Bizim PSM-in təcrübəsinin təkamülü ilə bağlı öz fikirlərimizi açıqlayır. Yəni, bizim, mən indi qısa olaraq şifahi, mən təqdimat edib vaxt almaq istəmirəm. Salam, xoş gəlmişsiniz. Mən qısa olaraq öz apardığımız araşdırmanın ümumi yekunları barədə məlumat verəcəm. Biz gəldiyimiz qənaətləri bölüşəcəm sizinlə. İlk əvvəl layihə barədə qeyd edirəm. Bu layihə mənim rəhbəri olduğum Prioritet Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir. Özə Milli QHT Forumun dəstəyi verir və eyni zamanda bizim layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Layihə Milli KSM təcrübəsinin inkişafında qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsi layihəsinin rəhbəri iştirak edir bizdə. O isə qeyd elədi ki, onun təxminlərinə görə Türkiyədəki qeyri-hökumət təşkilatlarının 40% KSM layihələrində iştirak edir. Bizim apardığımız araşdırmalar, mən onları ekspert müzakirələrində diqqətə çatdırmışdım. Qısa deyim ki, biz 90-a yaxın KSM təcrübəsi olan şirkətin KSM profilini analiz elədik. Yəni, KSM fəaliyyətlərini analiz elədik, baxdıq və gördük ki, ola bilər biz bir neçəsi gözümüzdən qaçar, bunu istisna eləmirik. Onlar ki, lap uzağı 17, 18, maksimum 19 qeyri-hökumət təşkilatı KSM layihələrinə cəlb olunur. Azərbaycanda 3987 ya, belə 4000-ə yaxın QHT qeydiyyatdan keçir. Və bu heç çox kiçik bir faizdir. Yəni, bu o qədər də arzu olunan deyil. Və həmin 19 təşkilatda, 19 qeyri-hökumət təşkilatının 6-8-i daimi olaraq təkrarlanır və KSM layihələrinin iştirakı. Onlardan bir neçəsi uşaqların anadan gəlmə xəstəliyi ilə bağlıdır. Bunlar başa düşüləndi və hətta biz bunu arzu edirdik. Xüsusən autizmlə bağlı məsələlərdə və digər məsələlər. Dediyim kimi, biz hətta bunu alqışlayırıq. Lakin biz KSM layihələrinin daha çox konsalting və MMC-lərlə həyata keçirdiyində müşahidə edirik. Əlbəttə, çox vacib sözdür və məsləhət sözünü mən düşünürəm ki, burada dar mənada yox, daha çox geniş mənada nəzərdən keçirməliyik və hesab edirəm ki, KSM layihələrində qeyri-hökumət təşkilatlarının iştirakçılığı genişləndirilməlidir. Bax, misal üçün deyək, 2026-cı il gəlir və artıq indidən bilirəm ki, KSM büdcələri barədə ümumi rəylər formalaşır 2026-da, yəqin ki, ilk aylarında artıq il ərzində KSM büdcəsi, prioritetləri formalaşacaq. Prioritetlərin formalaşmasında bizdə qabaqcıl təcrübə var. Biz Azəri Goldda da gördük, ABB-də də gördük, NAR-da da gördük ki, onların artıq KSM strategiyası var, onların top prioritetləri var və həmin o prioritetlər də açıq mənim baxışıma görə orada da çox aktualdır və səmimidir, mənim onlarla həmin o prioritetlərlə bağlı xüsusi bir fərqli baxışım yoxdur. Yəni, mən düşünürəm ki, onlar gündəliyi tuta biliblər. Lakin, hipotetik olaraq, biz 2026-cı ildə də yenə eyni iştirakçıları görəcəyik. Bax, bu özü böyük bir sualdır. Bu bir. Yəni, yenə eyni iştirakçılar olacaq və s. Yenə qeyd edirəm, mən özəl sektora özümü qoyuram. Bunlar da edə bilərsiniz. Bu barədə hər halda düşünməyinizi istəyir. Hansısa qurumlar, qeyri-hökumət təşkilatları, bu KSM-lə bir mərkəzin komponentində gəlsin. Bu qədər. Mən bir şad xəbərdə qeyd etmək nəzərdə çatdırmaq istəyirəm. Biz Naxçıvanlar, Qədim Naxçıvanlar bağında biz Türk Dövlətləri Təşkilatının QHT platformasını təsis elədik. 8 ölkə, Azərbaycan da daxil, TMT üzvləri və 2 müşahidəçi ölkə də daxil, Şimali Kipr də daxil elədik və artıq Türk dövlətlərinin də QHT platforması var və mən də çalışacağım ki, həmin platformanın prioritet istiqamətlərinə verilən məhz bu KSM sahəsində əməkdaşlıq olsun. Yaxşı olar, mənə gəlir ki. Mən yekunlaşdım, mən sözü verəm
Toyqan nümayəndəsi Eldəniz müəllim. Eldəniz müəllim özünü təqdim edəcək. Xahiş edirəm, mən biraz formalıqdan qaçdım. Eldəniz müəllim özü təqdim edəcək. Tədbir təşkilatçıları, hər birinizi Kiçik Orta Biznes İnkişafı Agentliyi adından, eyni zamanda öz adından salamlayıram. Qeyd etmək istərdim ki, çox vacib məqamlara Zaur müəllim toxundu. Bilirsiniz, korporativ sosial məsuliyyət əslində özəl sektor üçün həm də gələcək inkişafı baxımından son dərəcə önəmlidir. Çünki korporativ sosial məsuliyyətin yaranma fəlsəfəsinə biz baxmış olsaq, məsələn, ötən əsrin ortalarından başlayaraq bu bir iyanə şəklində, xeyriyyəçilik formatında yaransa da, artıq 60-cı illərdən başlayanda bu bilavasitə biznesdə məsuliyyət formatını ortaya qoydu. 90-cı illərdən isə bir mənalı olaraq korporativ sosial məsuliyyətin biznesə hansı önəmi verə biləcəyi məsələlər gündəmə gəldi. Yəni, korporativ sosial məsuliyyət yönündə şirkətlərin fəaliyyəti təkcə o demək deyildir ki, onlar cəmiyyətin hər hansısa üzvlərinə bir təbəqqiyə və cəmiyyətə olan sevgidən dolayı fəaliyyətlərini bu formada formalaşdırırlar. Bu həm də ümumi olaraq ekosistemə olan bir münasibətdir. Çünki korporativ sosial məsuliyyət bilavasitə etimad mühitini formalaşdırır. Korporativ sosial məsuliyyət etibarlılıq formalaşdırır. Korporativ sosial məsuliyyət investorlar üçün qarşı tərəfin məsuliyyətli subyekt olduğunu formalaşdırır. Korporativ sosial məsuliyyət eyni zamanda biznes risklərinin sığortalanmasını formalaşdırır. Yəni, korporativ sosial məsuliyyət sadəcə olaraq həssas qruplara, müəyyən sosial cəhətdən həssas təbəqəyə olan dəstək və xeyriyyəçilik formatı 100 il əvvəl idi. Bugün isə bu artıq dünyanın inkişaf etmiş şirkətləri tərəfindən bir xeyriyyəçilik ənəz formatından çıxmışdır. Bu bir idarəçilik prinsipidir. Bu idarəçiliyin yeni bir prinsipidir. Və məsələyə biz bu kontekstdən yanaşdıqda artıq biz nədən ABŞ-ın S&P 500 reytinginə, indeksinə daxil olan şirkətlərin 90%-nin məhz hər il KSM ilə bağlı hesabat açıqladığını görə bilirik. Qlobal 250 ilk şirkətin 96%-nin KSM ilə bağlı illik hesabat təqdim etdiyini görə bilirik. Və bugün biz baxmış olsaq görərik ki, bəli, bugün təkcə bizim ölkəmizdə deyil, ümumiyyətlə, keçmiş SSR məşğalında olan respublikalarda təbii ki, bu təcrübə yeni-yeni formalaşır və əsas nümunə olaraq iştirakçılıq səviyyəsi ilə bizdə olan iştirakçılıq səviyyəsinə mən təklif edərdim ki, ümumiyyətlə bu layihələrin sayını siz əvvəlcə müqayisə edərdiniz və sayda olan xüsusi çəkiyə baxardınız. Mən düşünürəm ki, bu sistemli yanaşmanın məntiqi nəticəsi olaraq əgər KSM layihələri artarsa və QHT-lərin iştirakçılığı da artacaqdır. Bu məsələnin birinci tərəfi və ən əsas tərəfi isə mən qeyd etmək istərdim ki, bir mənalı şəkildə QHT-lər biznes subyektləri ilə cəmiyyət arasında bir vasitəçi rolunu oynaya bilərlər. Çünki QHT-lər bilavasitə cəmiyyətin problemlərini daha yaxından bilir, ehtiyaclarını daha yaxından bilir, hansı layihələrə ehtiyac olduğunu daha yaxından bilir və QHT-lər bizneslərin korporativ sosial məsuliyyət davranışı dedikdə ildə bir və yaxud da bir neçə layihə həyata keçirilməsi ilə bitməli deyil fəlsəfəsini təbliğ etməlidir. Çünki bir daha qeyd edirəm, korporativ sosial məsuliyyət bir idarə etmə ekosistemidir. Bu bir idarə etmə prinsipidir. Artıq xeyriyyəçilik davranışı, sosial dəstək məsələləri artıq geridə qalmışdır. Və bugün bilavasitə, hətta qlobal investorların qeyd etdiyim kimi şirkətlərə investor yatıracağı məqamda məhz onun korporativ sosial məsuliyyət yönündə davranışları nəzərə alınır. Amma bu nəzərə alma onların hesabatlarında deməli, hesabatlarına fokuslanaraq nəzərə alınır. Və bu hesabatlar hansı formada olur? Bu hesabatlar dünyada qəbul edilmiş bir neçə standartlar vardır, KSM standartları vardır. Bu KSM standartları praktik, sadə və ölçülə bilən meyarlar üzərində olan standartlardır. Və bununla bağlı düşünürəm ki, məhz Azərbaycanda bugün korporativ sosial məsuliyyətlə bağlı böyük şirkətlərin çox böyük layihələri icra olunur. Müəyyən adlarını Zaur burada çəkdi, strategiyası olanlar da var. Təəssüf ki, bu çoxluq təşkil etmir. Mən hesab edirəm ki, QHT-lərin bilavasitə fəaliyyəti ilk öncə öz iştirakçılıqlarını orada təmin etməkdən öncə məhz
bunun bir layihə formatını aşaraq bir digər şirkətlərdə də bir strategiya formatına keçməsi olmalıdır. Və ümumiyyətlə bu məsələdə dövlətin də rolu mütləqdirmi? Təbii ki, mütləqdir. Burada biznesin də rolu mütləqdir. Eyni zamanda qeyri-hökumət təşkilatlarının da iştirakçılığı rolu mütləqdir. Dövlət burada bilavasitə təşviq edici, münbit mühitin yaradacağı bir atmosfer formalaşdırmaq baxımından rol oynayır və bu gün artıq hər kəs bilir ki, sir deyil ki, Azərbaycanın bu istiqamətdə ən bir nömrəli sənədi deyə bir sənəd olmasa da iqtisadi arenada. Amma biz Azərbaycan 2030 milli prioritetlərini ümumi vizyon baxımından əsas sənəd olaraq qəbul etsək, burada qəbul edilən 5 milli prioritetin 3-ü birbaşa KSM fəaliyyəti ilə bağlıdır. Digər ikisi isə dolayı yollarla bağlıdır. İstər insan kapitalı baxımından, istər ətraf mühit baxımından, istər deməli, sosial cəhətdən həssas təbəqənin dəstəklənməsi baxımından və digər baxımlar. Yəni, dövlət institusional olaraq bu istiqamətdə müəyyən sənədlər qəbul etmişdir və konkret olaraq mənim təmsil etdiyim Çift Orta Biznesin İnkişafı Agentliyinin bu istiqamətdə fəaliyyətinə gəldikdə isə bizim fəaliyyətimiz sözün həqiqi mənasında, mandatı çərçivəsində şaxələnmiş bir fəaliyyətdir. Yəqin Azərqoldun hörmətli nümayəndəsi Arız müəllim də öz çıxışıda o məsələyə vurğulayacaqdır ki, biz ayrı-ayrı dövlət qurumları ilə də paralel, eyni zamanda biz özəl qurumlarla, şirkətlərlə də paralel, eyni zamanda QHT-lərlə də bərabər müxtəlif deməli, korporativ sosial məsuliyyət yönümünün aşılanması istiqamətində tədbirlər həyat keçiririk, layihələr həyat keçiririk, verdiyimiz qrantlarda deməli, məhz bu istiqamət xüsusi olaraq xüsusi çəkiyə malikdir, startup şəhadətnamələrində eyni ilə vardır. Təsəvvür edin ki, bu günə qədər bizim agentlik tərəfindən nə az nə çox 30 minə yaxın sahibkarlı iştirakçı ilə 700-ə yaxın tədbir keçirilib ki, bunun da 80-ə yaxını məhz bu istiqaməti əhatə edən tədbirlərdir. Maarifləndirmə tədbirləri var, təşviq edici tədbirləri var və digər tədbirlər. Qarşıdakı dönəmdə də Zahir müəllim, mən deməli, bu istiqamətdə hansısa bir formada korporativ sosial məsuliyyətin təşviqi, QHT-lərin deməli, bu işdə aktivliyin artırılması istiqamətində KOBİA olaraq hər hansısa bir dəstək, müraciətlər əsasında və zaten öz mandatımız çərçivəsində fəaliyyətimiz vardır. Biz hər bir zaman bu tip məsələlərdə yalnızda olmağa hazırlıq biz təşkilat olaraq. Deməli, tövsiyə olaraq da, bir təklif olaraq da səsləndirmək istədiyim bir məqam budur ki, birbaşa qeyri-hökumət təşkilatları ilk növbədə məhz korporativ sosial mühitin, məsuliyyət mühitinin təşviqi ilə bağlı layihələr, yəni bu qəbildən olan layihələrin çoxalması istiqamətində işlərə çox böyük ehtiyac vardır və ən əsası bu işlərin başında gəlir Azərbaycanın belə deyək, milli korporativ sosial məsuliyyət standartlarının yaradılması. Düzdür, bu standartlar məcburi şəkildə o məcburi hal ala bilməz, bu fəaliyyət könüllü bir fəaliyyətdir, amma bir korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması düşünürəm ki, bir standartlar olmalıdır və standartlar arasında dünyada qəbul edilmiş, məsələn qeyd edəcəm, GRI standartları məqsəd uyğun olardı. Eyni zamanda bir platformanın yaradılması, elektron platformanın, onlayn platformanın yaradılması, şirkətlər və QHT-lər və ən azından bu hansısa bir formada aktiv olmayan şirkətlərdə belə müəyyən qədər məsuliyyət yarada bilər. Əlavə olaraq da bugün biz bilirik ki, ölkə olaraq da, vətəndaş olaraq da, sahibkar olaraq da, QHT rəhbəri olaraq da hər birimiz bilavasitə regionların inkişafında çox maraqlıyıq. Və bu baxımdan bu tip yanaşmalarda regionların xüsusi çəkisinin artırılmasına diqqətli verilməsi mən hesab edirəm ki, məqsəd uyğun olardı. Mən təşəkkür edirəm hər birinizə. Sağ olun. Çox sağ olun. Həmçinin kimi də orada məzmunlu və real işləyəməyəcək təkliflərlə çıxış edədiniz. Mən sonda təklifləri səsləndirəcəm və sizə də dəstək istəyəcəm. Biz KOBİA'lar orada görürük. Həm də şirkət nümayəndələrinin fikirlərini soruşacağım təqdimatlardan sonra. Belə elə gəl hansısa formada biz qeyri-hökumət təşkilatlarının iştirakçılığının artırılmasına müəyyən ilk növbədə konsultasiya mexanizmini yaradaq. Sonra düşünürəm ki, daha əməli, onlayn və birinci bir konsultasiya %100 baxaq. Yəni, bu tədbirlər həm də bu buzu sındırmaq üçün. Mən görürəm ki, artıq bu buz müəyyən Edicilik davam edən sayəsində ən mütərəqqi beynəlxalq təcrübə və BMT-nin biznes və insan hüquqları rəhbər prinsiplərinin tələbləri nəzərə alaraq
formalaşdırılır və davamlı olaraq daha doğrusu təkmilləşdirilir. Maraqlı tərəflər dövlət qurumları, sahə üzrə jurnalistlər, QHT-lər, ekoloqlar, hədəf auditoriyamızda yerli icmalar və həssas qruplar, şəhid ailələri, müharibə əlləri və s. Strateji baxışımız nədən ibarətdir? Təbii resursları sosial rifaha çevirmək, bu ümumilikdə təkcə KSM üzrə yox, şirkətin özünün strateji baxışıdır. Sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək və dövlət şirkət haqqında düzgün ictimai rəyin gücləndirməsinə töhfə vermək. Layihələri icra edərkən rəhbər tutduğumuz prinsiplər isə bunlardır. Adını çəkdiyimiz siyasət, kommunikasiya strategiyası, BMT-nin dayanıqlı inkişaf məqsədləri, şəffaflıq, dürüstlük, innovativlik. Kommunikasiya kanalları haqqında ki, danışmağa o qədər ehtiyac yoxdur, çünki birbaşa müziyyət, televiziya və digər sosial media vasitəsilə bunu həyata keçirilir. Növbəti slayta keçək mümkünsə, KSM üzrə gələcək baxış. Bu illər ərzində hansı layihələr icra eləmiş, növbəti slaytlarda diqqətinizə çatdırılacaq. Gələcək baxış nədən ibarətdir, onun haqqında qısaca məlumat vermək istərdik. Rəqəmsal təşəbbüslərin gücləndirilməsi, dayanıqlı mədənçilik prinsiplərinin genişləndirilməsi, ekoloji təsirlərinin minimuma endirilməsi. Stratejik prioritetlər, təhsil layihələrinin artırılması, ekoloji investisiyalar və yaşıl mədənçilik prinsipinin tətbiqi, regional nümunəvi istehsalat fəaliyyətinin qurulması. İstiqamətlərinə uyğun təhsil alan tələbələri əhatə edir və təhsili bitirənə qədər o təqaüd təqdim olunur. Ətraf mühitin mühafizəsi. Düzdür, Zaur müəllim qeyd elədi ki, 5 əsas istiqamət var ki, bunlar təkrarlanır. Mənə elə gəlir, bu şəxsi fikrimdir ki, istiqamətlərin təkrarlanmasında bir o qədər də problem yoxdur. Əsas odur ki, layihələrin təkrarlanması məsələsinə diqqət yetirilsin, layihələrin səmərəliliyin artırılması məsələsinə diqqət yetirilsin. Ən azından Azərqol olaraq ətraf mühitin mühafizəsi daim bizim fəaliyyət istiqamətimiz olacaq. Nəyə görə? Çünki aydın məsələdir ki, Dağ Mədən şirkəti bu ehtiyatları torpaqdan çıxarır, torpağa müdaxilə edir və dünyanın hər bir yerində belədir. Ən böyük tövhə ondan ibarətdir ki, ətraf mühitə təsirin minimal səviyyəyə çatdırılması və təbii ki, o təbiətin bütövlüyünün maksimum səviyyədə bərpa olmasına səy göstərilməsi. Bu məqamda qeyd edeyim ki, Azərqol ilk mədən şirkətidir ki, ölkəmizdə ağyoxuş bir qızıl mədəninin istismarından sonra onun rekultivasiyasını, bioloji bərpasını həyata keçirir. Ağyoxuş bir Göygöl rayonunda yerləşən. Bizim ağac əkmə aksiyalarımız isə təbii ki, bu mədəncilik fəaliyyətini əlavə bir töhfədir. Yəni, biz zaten rekultivasiyanı etməliyik, bu bizim öhdəliyimizdir, həm dövlət qarşısında, həm beynəlxalq konvensiyalar qarşısında. Sadəcə olaraq ağac əkmə aksiyalarıdır, təmizlik aksiyalarıdır, bunlar bizim əlavə töhfələrimizdir. Və fotoları görürsünüz həmin aksiyalardan, il ərzində, 2025-ci il ərzində həyata keçmiş aksiyalardan. Növbəti slayda keçək, ətraf mühitin mühafizəsinə təkcə ağac əkməkdən deyil, kör-köranə biz iqlim şəraitinə uyğun ağacı əkdi, işimizi onunla bitmiş hesab edir, yox. Daşkəsəndə və bizim qızıl çıxardığımız regionda, o kəndlərin yaxınlığında yerləşən nadir bitkilər var. Hansılar ki, bunlar həm Azərbaycanın qırmızı kitablarına daxil edir, həm də ümumdünya təbiəti mühafizə təşkilatının həssas kateqoriyalı bitkiləri hesab olunur. Məsələn, bu bizim məşhur ictimai tərəfindən böyük maraqla qarşılanmış bu Zəngəzur it burnusudur. Roza Zəngəzur adlanır və onun birinin fotosunu biz burada təqdim edirik və bioloji müxtəlifliyin qorunması aksiyası çərçivəsində qırmızı kitabı düşmüş qızılxallı fayl. Bunun da Daşkəsəndə yerləşən su ölkələrinə buraxılması həyata keçirilir. Növbəti slayda keçək. Sol tərəfdə gördüyünüz məsələ şəkil bu rekultivasiya prosesindəndir. Bu proses artıq yekunlaşıbdır. O gördüyünüz sahə bütünlüklə ağaclarla əhatə olunubdur. Sağda gördüyünüz şəkil isə bu hasilat yollarında tozun azaldılmasına yönəlmiş ekoloji təşəbbüsdür. Mən keçən dəfə bu haqda məlumat verdim. Dastex adlı bir maddə var, hansı ki bu ekoloji yönümlüdür, yəni oduncaqdan alınır və bu tozun qarşısını almasına xidmət edir. Digər slaydımıza keçək.
Azərgoldun fəaliyyət istiqamətlərindən biri qeyd olunduğu kimi inklüziv inkişafa dəstəkdir. Biz 2023-cü ildən etibarən Gəncə və ətraf rayonlarda autizmli uşaqların fərdi inkişafına dəstək üçün regional inkişaf, daha doğrusu birgə və sağlam İctimai Birliyinin dəstəyi ilə biz bunu həyata keçirmişik. Fəaliyyət bugün də davam edir. Nəinki Gəncə, Daşkəsən, Goranboy, ətraf rayonlardan autizm spektr pozuntulu uşaqların və onların valideynlərinin təlimlərə, adaptasiya proseslərinə cəlb olmasını əhatə edir. Tam ödənişsiz əsasda fəaliyyət göstərir və deyək ki, regionda müasir və peşəkar xidmət göstərən xəstəxanalardan biridir. Artıq 5 ildir ki, bu layihəni həyata keçirib, gələn ildən etibarən il ərzində 2 dəfə biz sənəgər müayinəni həyata keçirəcək. Növbəti slayda keçək. Erdəniz müəllim çıxdı, o layihə haqqında danışdıq. Biz, məsələn, sağda solda gördüyümüz layihəni arıçılığın inkişafına dəstək layihəsi. Məhz KOBİ ilə birlikdə həyata keçirmişik. 2 il ard-arda olaraq bilirsiniz ki, bizim əsas fəaliyyət zonamız olan Daşkəsən həm də aqrar sahə ilə, arıçılıqla məşğul olan bir sahədir. Amma son illər o ənənə artıq tutmaya üzrədir. O bilirsiniz, Qabaqtəpə kəndi var və Qabaqtəpə arısı var. Təəssüflər olsun ki, bilmirəm, sənayenin inkişafının ona təsiri var. İnsanlar bir maraq göstərmirlər daha o qədər də. Çünki arılıq məvacibini qazanır, məsələn, gəlir, işləyir. Amma bu kənd təsərrüfatı biraz zəhmət tələb edən sahə olduğu üçün insanlar biraz passivləşirlər bu sahədə. Amma bizim prioritet istiqamətlərdən biri odur ki, bu rayonlar həm də aqrar istiqamətdə də inkişafdan qalması. Və arıçılıq layihəsi 2 il ardıcıl davam elədi, xüsusi arılıq sortları təqdim olundu, Ukraynadan gətirilmiş və daha çox məhsuldarı əldə oldu. Biraz yerli cəmaat biraz mühafizəkar yanaşırdı ki, bu arılıq sortları bizə uyğun gələcək, gəlməyəcək, amma artıq neçə ildir ki, bir neçə ildir ki, bu arı ailələri artır və ailələrin belə deyək də sosial rifahına böyük dərəcədə təsir göstərir. Biz ötən il Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kartopçuluğun inkişafına dəstək layihəsi həyata keçirdik. 10 hektar sahədə yerli iqlim tipinə uyğun kartof növləri əkildi və onların 85%-i fermerlərin özlərinə bağışlandı. 15% isə az təminatlı ailələrə, gördüyünüz o bağlamalar şəklində təqdim olundu. Bu layihənin davamlığı da davam edir. Bildiyiniz kimi toxumluq yetişdirirlər və hər il o toxumlardan bu sahələrdə əkilir. Növbəti slayda keçək, aqrar inkişafa dəstək layihələri həyata keçirilir. Biz dünən bir serizdə yaydıq, layihənin hesabatlığını verdik, yəni bizim saytımızdan izləyə bilərsiniz. Nə qədər cüli başlı, nə qədər xırda başlı, buynuzlu heyvanların biz orada aqrar inkişaf mərkəzi ilə müayinəsi həyata keçirilir, dezinfeksiya olub. Bilirsiniz ki, Ucqar dağ kəndlərində müxtəlif xəstəliklər yayılır, xüsusən də heyvan formada aparılmalıdır. Daimi olaraq bu mövzuda müzakirələr aparırıq. Mən təqdimat biz hazırlamışıq. Qısaca istəyərəm NAR barədə məlumat verim. NAR artıq 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bilirsiniz ki, 3 mobil operatordan biridir. 2,2 milyon abunəçiyə xidmət göstəririk, mobil rabitə xidməti. Son 6 ildə müştəri layıqlığı indeksinə görə ölkədə birinci yerdədir, mobil operator olaraq. Bizim üçün bir neçə şüar var ki, çox önəmlidir, sənə ən yaxın, mən istəyərəm bunu mütləq ki, vurğulayım və eyni zamanda sərfəli mobil operator kimi yaddaşlarda qalmağa çalışırıq. Digər slayda keçə bilərik. Biz eyni zamanda BMT-nin UN Global Compact adlanan təşkilatının üzvüyük, davamlı inkişaf məqsədlərinə xidmət etməyə çalışırıq. Məqsədlərindən qırağa çıxmamağa çalışırıq və davamlı olaraq bu istiqamətdə işlər görməyə çalışırıq. Növbəti slaydımız şirkət olaraq hansı istiqamətdə, KSM strategiyamızın əsas istiqamətləri nələrdir? Bütün digər şirkətlərdə olduğu kimi, hansı şirkətlərdə ki, KSM strategiyası var, mütləq ki, biz öz istiqamətlərimizi bəlirləyirik. Yəni, biz hansı istiqamətdə işlər görəcəyik il ərzində, hansı istiqamətdə layihələrə dəstək olacaq. Bu, təhsil və inkişafdır.
inklüzivlik, fiziki məhdudiyyətli olan şəxslərin cəmiyyətə inteqrasiyasına birbaşa dəstəkdir. Milli mədəni irsin qorunması istiqamətində çalışırıq və əlbəttə ki, 4-cü əsas istiqamətimiz vətənpərvərlik mövzusudur. Mən bütün layihələrimizi slaydlara yığmamışam, yəni yazmamışam, o qədər ətraflı və detallı söyləməyəcəm, amma ümumi şəkildə vurğuladığım kimi, deməli, iki universitet bundan əvvəl Naxçıvan Dövlət Universitetindən biz çox sıx çalışmışıq. Eyni zamanda bəzi layihələrimizdə Bakı Ali Neft Məktəbi və digər universitetlərlə də, ADU Universiteti ilə və digər universitetlərlə də yaxından çalışırıq. Vurğulamaq istədiyim layihələrdən biri bizim hər il həyata keçirdiyimiz, artıq 2018-ci ildən bəri həyata keçirdiyimiz layihədir ki, 100-ə yaxın abituriyenti biz əhatə etmişik. Bu, ölkə üzrə ən yüksək nəticə göstərən, tələbə adı qazanan gənclərə həsr olunan layihəmizdir ki, biz hər il onların tələbə adını birlikdə qeyd edirik, həm dövlət, həm özəl sektordan olan dəyərli həmkarlarımızı dəvət edirik və onların gününü onları birlikdə qeyd edirik, təhsil əhəmiyyətindən istiqamətində müzakirələr aparırıq. Daha bir layihəmiz burada şagirdlər arasında Azərbaycan dili və oxu mədəniyyətinin təşviqidir və xüsusi olaraq bunu vurğulamaq istəyirəm. Mənim üçün nə qədər Azərbaycan dilinin əhəmiyyəti və təşviqinin önəmini vurğulamaq istərdim və son illərdə biz çalışırıq ki, bu istiqamətdə də təbliğat aparaq, həm Bakıda, həm regionlarda. 100-dən çox kitabı əhatə edən, siz kitab köşkünü vurğuladınız, Aziz bəy, biz də o istiqamətdə bir layihə həyata keçirdirik və bu yaxınlarda Salyan şəhərində, Sarman məktəbində biz tələbələr üçün belə bir köşk yaratdıq. Oxu güşəsi eyni ilə QR kodla tələbələr kitabı, şagirdlər daha doğrusu o kitabları götürə bilirlər, oxuya bilirlər, daha sonra onlar geri qaytarlar və digər şagirdlər üçün də şərait yaradıq ki, onlar o kitablarla tanış olsunlar. Həm oxu mədəniyyətini təşviq edirik, həm də Azərbaycan dilinin təşviqi istiqamətində işlər görürük. Bu layihəndə vurğulamışkən mən istəyərdim bir məsələni qeyd edim. Son illərdə bir maraqlı bir istiqamət üzərində biz çalışırıq. Bilirsiniz ki, NAR özü mağazalar açılır regionlarda və Bakıda. Bizim üçün önəmli olan bir istiqamət hər mağaza açılışında bir sosial layihənin həyata keçirilməsidir. İlk dəfə biz bunu başladıq Füzulidə mağaza açılışımız oldu və eyni anda biz Füzuli bir nömrəli məktəbdə Böyük Qayıdış adlı bir rəsm müsabiqəsi həyata keçirdik. Yəni o uşaqların gözlərindəki sevinci həqiqətən görmək lazım idi, eyni zamanda da valideynlərin. Buradan açar söz nədən ibarətdir, açar məqam nədən ibarətdir? Həmin tələbələrin, belə deyək də, sərgisi həyata keçirildi. Biz yaratması cəsarət məkanını cəlb etdik ki, onlar bir jüri olaraq iştirak etsinlər, müsif heyəti olaraq iştirak etsinlər. Xalq rəssamımız orada iştirak edir, Sabina xanım Şuxenskaya və bir mədəniyyət işçisi Yarat tərəfindən cəlb olundu. Əsərlər seçildikdən sonra o əsərlər açdığımız mağazada güşə olaraq yaradıldı və o güşədə o əsərlər yerləşdirildi. Uşaqların valideynləri, qohumları mağaza açılışına gələndə, yəni o həyəcanı görmək lazım idi. Məncə bu çox gözəl bir 17 yaş uşaqların öz hüquqlarla bağlı maarifləndirilməsi istiqamətində il boyu davam edən təlimlər həyata keçirdirik. Region qadınların şəxsi inkişafına dəstək verən layihəmiz var. Bunu həyata keçirmişik. 23 yerli rəssam, ələxüsusda regionlarda cəlb olunan bir layihədir ki, davamlı həyata keçirdirik. Növbəti slaydımız zəhmət olmasa. İnklüzivlik istiqamətində hər bir TSM istiqaməti olan şirkətlər çalışır ki, inklüzivlik mənə gəlir ki, istiqamətində işlər görsünlər. Ən azından biraz öncə Azərgold öz təcrübəsini bölüşdü. Biz də davamlı olaraq bu istiqamətdə dəstək göstərdik. Və mən istəyərim bir neçə layihə adını xüsusilə çəkim. Biz nitq və eşitmə məhdudiyyətli gənclərlə çalışırıq. Peşə təlimləri, təlim məktəbi adlı bir layihəmiz vardır ki, artıq uzun illərdir bu layihə həyata keçirilir. Hər il bir peşə sahəsi seçilir və həmin gənclərə o peşəni biz öyrədirik. Keçən ilki təcrübəmizi istəyərdim sizlə bölüşüm. Bu möhtəşəm bir, mən deyərəm, təcrübə idi. Biz onlara dərziçilik sənəti üzrə təlimlər verdik. Bu bir il ərzində davam edən bir təlimlər idi və yekunda onlar öz tikdikləri
ləvazimatları, donları, pencəkləri və s. onlar podyuma çıxdılar, o öz əsərlərini mən deyərdim hətta göstərdilər və o sevinç hissini, qürur hissini, eyni zamanda həyəcan hissini görmək bizim üçün nar olaraq böyük bir şərəf idi. Çünki bu insanlar, gənclərimiz, təkcə gənclər deyildi, cəlb olunan benefisiarlar mən deyərdim ki, onlar üçün çox çətindir, yəni ictimaiyyətə inteqrasiya olmaq, amma podyuma çıxmaq və öz işlərini göstərmək əlaqsız gözəl bir, mən deyərdim ki, təcrübə idi. Və bu layihəni uzun illər biz həyata keçirdik və davamlı olaraq həyata keçirmək arzusundayıq. 200-ə yaxın şəxs artıq bu təlimlərə cəlb olunubdur və layihənin sonunda yeri gəlmişkən biz digər bu sektorda olan biznesləri cəlb etdik və layihəyə qoşulan 20 nəfər hər biri işlə təmin olundu. Bu da çox gözəl bir təcrübədir, mən deyərdim. Azərbaycanda ilk jest dili veb-saytı NAR tərəfindən dəstəklənib. Azərbaycanda ilk jest dili veb-saytı yaradılıb vaxtı ikən və bu il biz həmin bu jest dili lüğətinin ilk mobil tətbiqini həyata keçirilməsinə dəstək olduq. 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil bu mobil tətbiqə daxildir. Mən həmişə çağırış edirəm bu mobil tətbiqdən danışanda ki, bunlar təkcə nitq və eşitmə məhdudiyyəti olan gənclərimiz üçün, insanlarımız üçün deyil. Bu eyni zamanda bizim də məsuliyyətimizdir ki, biz bu mobil tətbiqi yükləyək və özümüz əslində öyrənməliyik. Bu lüğəti biz özümüz öyrənməliyik ki, onlarla harada ünsiyyətdə olsaq, məsələn, NAR-da bizim həm marketinq departamentimizdə, həm digər departamentimizdə eşitmə nitq məhdudiyyətli şəxslər var, çalışırlar. Bu birbaşa mənim məsuliyyətimdir ki, onların dilini bilim və onlarla ünsiyyətə keçin. Bu təkcə onların məsuliyyəti deyil. Azərbaycanda ilk inklüziv intellektual oyun NAR tərəfindən dəstəklənir. Bunu da biz yay aylarında həyata keçirdik. 30-a yaxın eşitmə məhdudiyyətli şəxs iştirak etdi. Və NAR mağazalarında inklüziv xidmət, davamlı olaraq front ofis işçilərimizə təlimlər veririk ki, onlar da bu xidməti göstərə bilsinlər. Növbəti slaydımız, zəhmət olmasa. Bizim üçün çox böyük bir qürurdur və çox sevinirik ki, cəmiyyətə dəyər qatan layihələrimiz, təşəbbüslərimiz eyni zamanda qiymətləndirilir. Mağaza kimi məhsulların seçimində əsas qərar verici şəxslər qadınlardır. Və biz ilk növbədə onların problemlərini, belə deyək də, həll etməyə çalışmalıyıq. Ona görə də artıq 2019-cu ildən etibarən qadınların səlahiyyətləndirilməsi proqramı var və bu sayədə geniş fəaliyyət, davamlı fəaliyyət belə həyata keçirilir. İkinci proqram bizdə təhsil proqramıdır. Bu da yenə də bizim, belə deyək də, auditoriyamızı yenə də yaş və belə deyək, yaş hissəsinə ensək, əksəriyyəti gənc ailələrdir və bizim yenə də, belə deyək də, cəmiyyətə qatqımız olaraq gənc ailələrin problemləri, onların, belə deyək də, övladlarının təhsilinin inkişafına töhfə verməkdir. Üçüncü istiqamət isə bu xüsusən 2020-ci ildən aktual olan Vətən müharibəsinin və onun, belə deyək də, nəticələrindən bağlı bizim də şirkət olaraq qatqısı olması üçün Qarabağ proqramıdır və davamlı fəaliyyət həyata keçiririk bu yöndə də. Belə deyək də, qısa olaraq bildirsək, biz özümüz çox maraqlıyıq QHT-lərlə və ümumiyyətlə bu profil təşkilatlarla əməkdaşlıq eləməyə. Biz çünki hər dəfə deyirik ki, nəticədə biz paltaryan satan mağazalar, şəbəkəsi, telefon satırıq. Biz cəmiyyətdəki problemləri profilli QHT-lərdən daha yaxşı bilməliyik və təşkilatlardan daha yaxşı bilməliyik. Və onlar, belə deyək də, bu yöndə bizi tapmalı. Tapmasını biz də axtarırıq, amma bu yöndə gördükləri fəaliyyəti işıqlandırmalıdırlar ki, biz bilək ki, yəni, bu problem var və biz bura qatqı eləyərək hansı bir problemi həll edə bilərik. Amma mütləq ki, bu problem həm də şirkətin profilinə uyğun olmalıdır. Şəffaflıq, hesabatlıq mən qeyd eləmişəm. Yəni, mütləq ki, şirkət tərəfindən də bu aparılsa da, layihə təqdim edən təşkilat da kifayət qədər şəffaf və etibarlı fəaliyyət göstərməlidir. Çünki layihənin nəticəli cəmiyyətə təqdim olunur və biz də çox maraqlıyıq ki, həqiqətən də şəffaf fəaliyyət göstərən və nəticə verə bilən bir qurumla əməkdaşlıq edək. Misal üçün, biz illərdir
REID-lə əməkdaşlıq edirik. Biz Birgə və Sağlam təşkilatının, burada belə deyək də, Hökümət xanım da Aziz bəy də adını çəkdilər. Biz də əslində təhsil proqramı çərçivəsində Aytən xanımın təşkilatı ilə çox belə sıx əməkdaşlıq edirik. Onlar həqiqətən də fərqindəlik yarada bilən, davamlılıq göstərən və profilli belə deyək də çalışan və doğrudan da problem həll edən bir təşkilatdır. Mən Aytən xanım, bu da həm də onun öz ailəsindən qaynaqlandığı üçün belə deyək də tam ürəklə bu işlə məşğul olur və yəni gördüyü fəaliyyəti də cəmiyyətdə çox yaxşı işıqlandıra bilən biridir. Yəni o çox aktiv şəkildə həm tədbirlərdə çıxış edir, yəni iştirak edir, həm media referansdan yolu keçib və ancaq check-up müayinələri olsun bu, doğmalarınızla, özünüzlə bağlı hər hansı bir sağlamlıq məsələsi olmasın. Olsa da bilin ki, etibarlı əllərdəsiz, mən buna ürəklə deyim. Var olasın. Əmələn, doğrudan mənim Ariz dostum, həmkarım o qədər təcrübəli və belə də dəstək üçün demirəm bunu. Nəyə görə deyəcəm? Xüsusi Əlməmməd müəllim də, Zal müəllim də mənim səmimiyyətimə bundan öncəki tədbirlərdə bələd olublar. Hətta Əlməmməd müəllim mənə kiçik dost xəbərdarlıq deyib, amma nəzərə almayacaq xəbərdarlığınızı. Təsəvvür edir ki, yəni bu görüşlərin faydası o qədər əhəmiyyətlidir ki, yəni Ariz dostumuz bizim dövlət sektorunda çalışsa da o PR təcrübəsi olan, eyni zamanda da korporativ sosial məsuliyyətin nə dediyi olduğunu anlayan bir rəhbər şəxsdir. Amma digər dövlət qurumlarında çalışan aşağı-yuxarı dostların çoxunu əksəriyyətinə, məsələn, belə deyək də, bələdik. Bu müzakirələrin bu hissəsində mənim jurnalist həmkarım Elnurə xanıma təşəkkür edirəm, çoxdan görmürəm sizi, salamlayıram sizi. Yəni korporativ sosial məsuliyyəti bilməyə bilərlər. Əvvələn, yəni onlar bir QHT-lər qədər korporativ sosial məsuliyyətin və Ariz bəy kimi nə dərəcədə cəmiyyətin əhəmiyyətli olduğunu, necə olduğunu bilməyə bilərlər və bu təcrübələr, acınacaqlı təcrübələr bizdə də var. Amma bu bilgi müzakirələri nəticəsində qarşılıqlı, bəlkə də Əlməmməd müəllim elə bir nəzəri hissələr olmalıdır ki, bunlar öyrədici olmalıdır və bilinməlidir. Həm biznes tərəfi, həm dövlət sektorda çalışan bu sahə ilə məşğul olan insanlar bilməlidirlər əslində korporativ sosial məsuliyyətin nə demək olduğunu və biləndən sonra inanınız ki, bu işin icrasının bir 70% o məsələni bilməyə bağlıdır. Ondan sonra icra prosesində mən ümid edirəm ki, elə bir narahatçılıq, elə bir məsələlər şəxsiləşməyənə qədər olmur. Çünki əgər peşəkarıya yanaşırıqsa, bu biraz çətin olacaq. Amma mən bir dənə, çox üzr istəyirəm, çox qısa deyəcəm. Bir nüansı da istəyirəm qeydedici dostlarıma vurğuluyum ki, yəni siz bilin ki, şirkətlər, özəl şirkətlər artıq PR sahəsində kifayət qədər təcrübəsi olan insanlar... Hansı təşkilatlar var ki, orada biz bilək ki, təşkilatlar nədir, haradadırlar? 30 ildir bu sahədəyik, yəni bir dəfə bir dənə bir layihə, bir dəfə bir elana rast gəlməmişik, bir seçim prosesinin şəffaflığına şahid olmamışıq. Bu proseslər var və layihə yazmaq deyirsiniz. Biz burada oturanların, bilmirəm, neçə sahidir, biz dünyanın ən məşhur fondlarından grant alan təşkilatlar olmuşuq. Bizim layihələr İngilis dilində dəstəklənən təşkilatlardır və bizim yaşımızla, təcrübəmizdə bu layihələri yazmağa və onların qalib olmağa, tenderlərdən tutmağa yetərlidir. Və biz bunların bir çox yerlərdə, mən özüm şəxsən bir neçə beynəlxalq təşkilatların komissiyanın üzvü olmuşam. Yəni bizim bu layihələri, bizim ki, bunu seçə bilmirsiniz, bəlkə biz yola bir ictimai sektordan bir-iki nəfər adam cəlb eləyəsiniz layihəni qiymətləndirmək üçün. Bəlkə bu sahələrdə orada bir iştirak edir. Seçim prosesində bir iştirak edən bir qeyri-hökumət təşkilatının nümayəndələrini cəlb eləyəsiniz. Yoxsa yığışır strukturlar orada özlərini kimə verir? Bu qədər dərəcədə hörmətsizlik və bu dərəcədə belə deyək də... Həmin də yox, bizə qarşı hörmətsizlik. Yox, mən öz fikrimi deyirəm. Sizin layihəni əgər fəaliyyətli Türkiyə sahələrində mən şəxsi müzakirələri müəyyən... Yox, mən burada oturanların söhbət səmimi deyirəm sizə. Yox, burada oturanların söhbət gedir. Mən başa düşürəm ki, siz hələ sağ olun ki, gəlmişsiniz, yəni bu bir jestdir, bunu mən sizə qatırdım, bunun özü bir yaxşı amma mən bir il ərzində bu Əlməmməd bəylə də bir-iki dəfə olduq, 8 dəfə xarici ölkədə olduq, məhz bu korporativ sosial məsuliyyətdən bağlı. Avropa ölkələrində məhz bundan var. Avropa ölkələrində qeyri-hökumət təşkilatlar öz biznes strukturları hesabına dolanırlar və layihələr ki, başqa yerə atılır.
və dövlətdən də pul almırlar. Sırf biznes strukturlarla maliyyələşirlər, özə nə boyda işlər görürlər. Cəmiyyət üçün faydalı işlər görürlər. Daha burada gizlin bu işi gördüm, pulu böldük, nə bilim, şapkanı aldım. Belə yox, əməlli başlı ciddi işlər görürlər. Bu formada bir təəssüf ki, bizim strukturlarımız biraz bu məsələlərdə amma yəni bunu mən sizə aid eləmirəm, çünki siz bu ölkədə bir çox bizim nümunələrdə yəni onun fərqli qaydada yox, ümumilikdə problemlər kimi. Əlbəttə biz mən sizə elə ilk dəfə də tanış olurum təşkilatlarla. Yəni çok sağ olun. Teşekkür edirik. Hem Aziz Bey size, Hikmet Hanım size, Nativan Hanım size. Yani biz qeydlər aparmışdık vaxtımızın azlığıyla ama en çok hoşladığım Aziz Bey'in mədənci olmaq üçün ne etmək lazımdır. O layihəsi bize bir stimul verdi özüm kimya alim olarak. Çok güzel. Sizinle, bizimle tərəfdən Hikmet Hanım'ın təlim məktəbi, ilk stili, peşə məktəbi ilə bağlı təlimlər doğrudan da genişlənsə daha güzel olar. Ben buradan Referans Klinikasına xüsusi təşəkkürümü bildirirəm. Niyə? Çox sağ olun Zahir müəllim. Belə bir şərait yaradıldı. Mənim Binəqədi rayonunda yerləşən Ahıllar Mərkəzinin rəhbəriyəm. Həmin mərkəzə Referans Klinikası tərəfindən davamlı şəkildə dəstək olunur. İstəyərik ki, bütün təşkilatlarımız da bizim hər qeydələrin yanında olsun. Təşəkkürlər. Hər birinizə. Ben burada bir mübarizə qeyd etmək istəyirəm. Mənim təklifimdən çıxış elədim. Özəl dövlət qeyd etmək olmaz. Olmaz xanım burada işləyir. Övqat Olmaz xanım müasirə ictimai birliyin rəhbəri belə bir platforma təsis edib. Artıq onu